Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Xoş gördük bir daha bu gözəl Ramazan ayının bu mübarək günündə. Məhz Ramazan ayının 15-ci günündə bizim imamımız İmam Həsən ağa dünyaya göz açıb. Bu münasibətlə sizin hər birinizi təbrik edirəm və Allahdan diləyirəm ki, o həzrətin yolunu gedənlərdən olaq inşallah. Mövludunuz mübarək olsun. Və Ramazan ayının 15-ci günündə yenə də elə bir ayə ilə sizin qarşınızdayıq ki, məhz İmam Həsən əleyhissalam bu ayəyə çox əməl edirdi və çox diqqət yetirirdi. Necə ki, digər imamlarımız da ayələrin ümumiyyətlə misdaqı idilər. Yəni, bütün nümunələri biz axtarsaq ki, kimisə ülgü və nümunə və örnək götürək ayələr sahəsində, əməl etmək sahəsində, baxacaq ki, 14 məsum onların içində ən yaxşısıdır. Yəni, məhz Allah Taala bu yüzdən də onları bizə bir örnək olaraq göndərib. Bugün də Quranın 15-ci cüzündən məhz İsra surəsi ayə 26-dan gözəl nöqtələri sizə təqdim edəcəyik. Qeyd etdiyim kimi, hansı ki imamlarımız buna çox əməl edirdilər. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və ati zəl qurbə haqqah vel miskinə və ibnəs-səbil və la tubəzzir təbzira. Keçən gündə qeyd etdiyimiz bəzi nöqtələr bugünkü ayədə də var. Amma bir neçə fərqlə. Yəni, orada, dünənki ayə ki müzakirə etmişdik, tərcümədə oxuyanda diqqət etsəz, indi fərqi görəcəksiniz. Bu ayədə, yəni İsra surəsi ayə 26-da Allah Taala buyurur ki, qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə. Baxın, dünənki ayədə də qohumlar sifariş olunmuşdu. Yəni, qohumlara xüsusi məhəbbət, qayğı, yaxşılıq barəsində qeyd olunmuşdu. Və orada məhz qeyd olunmuşdu ki, ehsan etməyə özünüzü adət etdirin, yəni ehsan edin. Və eyni zamanda da ədalətə riayət barəsində. Burada isə birbaşa ayədə qohumlar barəsində Allah Taala buyurur. Birinci qohumlardan, sonra yoxsullara və sonra yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə. Baxın, qohumlar sifariş olunur. Mən düşünürəm ki, ümumilikdə məhz bugün insanların virtual aləmdə yaşadığı gündə və münasibətlərin qeyri-səmimi olduğu və fasilələrin çox olduğu günlərdə məhz bu nöqtə çox önəmli nöqtələrdən biridir. İslamda sifariş olunur ki, qohumları tez-tez ziyarət edək, qohumlarla münasibətimizi yaxşı edək. Lakin bugün baxırıq ki, qeyri-səmimi münasibətlər çoxdur, qohumlar arasında fəsadlar çoxdur, insanlar bir-birinə get-gəli sanki kəsiblər, sadəcə virtual aləmdə hal-əhval tutmaqla kifayətlənirlər və bunlar da insanların qəlbində qəsavət yaradır. Bəs deməli, biz qohumlara nisbətdə boynumuzda haqq var. Burada ayədə Allah Taala deyir ki, haqqını ver. Deməli, boynumuzda bu barədə haqq var. Daha sonra yoxsullara işarə edir. Yəni, yoxsulların da boynumuzda haqqı var, onların haqqını əda etməliyik. Dünənki gündə qeyd etdiyim kimi, belə başa düşməyək ki, hansısa qohumlara, yoxsullara yaxşılıq ediriksə, elə bilməyək ki, bu sanki lütf idi bizim tərəfimizdən. Haqqı deyil idi, mən ona lütf elədim. Halbuki ayəyə əsasən, bəli, boynumuzda onların haqqı var. Və daha sonra yolda qalanlara işarə edir. Yolda qalanlar barəsində də sifariş olunur ki, yəni şəhərinizə hansısa bir kəs əgər qonaq gəlibsə, mütləq onunla maraqlanın ki, görün bəlkə hansısa bir problemi və sıxıntısı var. Və yaxud kimsə yolda qalıbsa, yolda qalana mütləq kömək edin, əl tutun. Və daha sonra israfçılığa işarə edir ki, israfçılığın içində həqiqətdə çox şeyləri sadalamaq və saymaq olar ki, insanlar bugünkü gündə ona diqqət etmirlər. Məsələn, ən sadə şeylər ki, hədisdə gəlib, təmiz içilməli olan suyun qalığını, yarısını içib, yarısını tullamaq, atmaq. Və yaxud hansısa bir istifadəyə yararlı olan şeyləri rahat şəkildə atmaq. Başqalarına da vermirsən, atırsan.
sadə bir şeylər, xörəyi yeyirik, məxsusən də bu Ramazan süfrələrində, iftar süfrələrində çox rast gəlinir buna ki, xörəyi yeyirlər, yarısı qalır, onu atırlar. Yəni mütləq bu şeylər proqramlı şəkildə olmalıdır ki, insan israfçılığa yol verməsin. Və israfçılığın içində hətta ən çox pis israflardan biri insanın öz zamanını israf etməsi, insanın öz canını israf etməsidir. Yəni öz canından düzgün olmayan istifadə də israfın sırasındadır. Yaxşı, bəs Allah Taala ki, bizə bu qədər sifarişi edir. Bəs nə edək ki, bunlara biz yaxşı əməl edək? Birinci nöqtə budur ki, məhz mənim qeyd etdiyim kimi, dəfələrlə vurğuladığım kimi, qohumlara, yoxsullara yaxşılığı, onlara lütf yox, vəzifə bilək. Yəni, gözləntimiz olmasın, belə düşünək ki, bu bizim vəzifəmizdir. Hətta onlardan adi hal-əhval tutmaq, hətta onlara yoxsullarını arasında olan ehtiyaclı şəxslərə əl tutmağın özünü belə biz vəzifə bilək. Necə ki, bugün İmam Həsən əleyhissalamın ki, mövlududur. İmam Həsən əleyhissalamın ən üstün xüsusiyyəti bu idi ki, çox səxavətli idi, kərim deyirdilər ona. Yəni, həddindən artıq çox səxavətli və kərim o şəxsə deyirlər ki, adətən, hətta istəmədən, qapısına getmədən əl tutur. Yəni, bəxşiş edir, bağışlayır. Və hətta tarixdə qeyd olunub ki, İmam Həsən əleyhissalam bir neçə dəfə öz varını, dövlətini, öz malını bağışlayıb insanlara. Yəni, kamil şəkildə bağışlayıb insanlara. Hətta insanlar onun qapısına gəlmədən onlara xidmət göstərirdi. Ümumiyyətlə, bu imamların xüsusiyyətidir ki, məxsusən də gecələr insanların öz evinə çəkildiyi vaxtda, sakit bir vaxtda yoxsulların qapısına, yəni ehtiyaclı olduqları şeyləri daşıyırdılar. Ərzaqmı, geyimmi, bu şeyləri aparırdılar. Və ikinci nöqtə budur ki, zəruri olmayan şeyləri almaqdansa, yəni hansısa bir var dövlətimiz var və yaxud şəraitimiz var, başqalarına nisbətdə imkanımız yaxşıdırsa, zəruri olmayan, yəni qeyri-zəruri şeyləri almaq əvəzinə başqa insanlara kömək etmək düşüncəsində olaq. Yəni onlar üçün proqram quraq ki, əgər bu şeyə ehtiyacım yoxsa, məsələn, geyimim kifayət qədər var, amma keyfim istəyir, məsələn, əlavə geyim alım, bunun əvəzinə başqa insanlara geyim almaqla məşğul olaq. Və yaxud da öz nəfsim üzündən hansısa zərərli bir şeyləri alıram, yemək istəyirəm. Mənim vücuduma da heç bir faydası yoxdur. Sağlamlığıma da zərəri var. Bunları almaq əvəzinə belə bir proqram quraq ki, başqasının zəruri olan ehtiyaclarını, ərzaqlarını alaq. Ehtiyacı olan şeyləri alaq, onlara verək. Və üçüncü nöqtə isə, məxsusən səfərdə olanda, yolda qalan şəxslərə, bizimlə həmsəfər olan şəxslərə diqqətimiz olsun. Yəni, baxaq görək ki, bəlkə bir sıxıntısı var, maraqlanaq onlarla, görək ki, sıxıntısı nədir, bəlkə pulu yoxdur, bəlkə hansısa bir şeyə ehtiyacı var, paylaşmağı öyrənək səfərdə. Və hətta ola bilər ki, yolun kənarında bir şəxs görək ki, giriftardır, bunlarla maraqlanaq, problemi var, onlarla maraqlanaq və onlara kömək etməyə çalışaq. Məxsusən də bəzən olur ki, ziyarət yolunda insanlar daha çox, məsələn, həmsəfərlərinə diqqət yetirməkləri çox yaxşıdır. Ola bilər ki, kimisə yorğundur, kiməsə xidmət lazımdır. Səfər yoldaşlarımızın qayğısına qalaq. Onların köməyinə çataq, onların hansısa bir şeyinin çatışıb-çatışmaması ilə maraqlanaq. Bunlar çox önəmlidir. Məxsusən də Ərbəyin səfəri kimi səfərlərdə xüsusilə daha çox yolda qalan şəxslərin diqqətə və qayğıya ehtiyac olur. Bəzən olur ki, əşyasını, pulunu, hətta sənədlərini itirirlər insanlar bu yolda. Bəs deməli, yolda qalan şəxslərin də boynumuzda haqqı var. Onlarla maraqlanaq, onlara diqqət yetirək və onların köməklərinə çataq. Mən düşünürəm ki, Ramazan ayı həqiqətən də insanların özünü islah etməsi, tərbiyə etməsi, yetişdirməsi üçün ən yaxşı şərait olan bir aydır ki, kim bu aydan sonra özünə adət etdirdiyi yaxşılıqlardan əl çəkməsə, davam etsə, hər ayını Ramazan ayı kimi yaşamağa çalışsa, sözsüz ki, inşallah ki, müvəffəq olacaq. Allah Taala bütün xeyir qapılarını sizin üçün açsın, həyatınız, ruziniz, ömrünüz bərəkətli olsun inşallah
Sabahki gündə görüşmək ümidi ilə sağ olun, salamat qalın.